Salam, axşamınız xeyir olsun əziz futbol sevərlər və futbol azarkeşləri. 100% futbol verilişinin növbəti buraxışı efirdədir. Studiyada Bəhruz Musayevdir. Bu həftədə də Azərbaycan futbolu və futbolunuzda çatışmayan cəhətləri siz azarkeşlər üçün müzakirə edəcəyik. Bugünkü verilişimizin isə qonaqları var hər zaman olduğu kimi. Qonaqlarımı sizlərə təqdim etmək istəyirəm. İlk qonağım Kənan Kərimovdur, veteran futbolçu. Kərvan klubunun baş məşqçisi, ancaq hal-hazırda Kərvan klubu fəaliyyətini davam etdirir. Ancaq yenə də baş məşqçi kimi öz fəaliyyətini davam etdirir Kənan. Axşamın xeyir olsun Kənan. Və ikinci qonağımız keçən həftədən də sizin tanış olduğunuz jurnalist Azad Rəfi, həm də Kəpəz televiziyasının İdman departamentinin şef redaktoru. Axşamın xeyir olsun Azad. Hər vaxtınız xeyir. Və Xəmsə fan klubunun rəhbəri, Gəncənin Xəmsə fan klubunun rəhbəri Adil Məmmədov hər zamanki kimi yenə öz fikirləri ilə bizim tamaşaçılarımız, həm bizim üçün maraqlı olan fikirlərlə bizləri bölüşdürəcək. Adil mənim axşamınız xeyir olsun. Axşamınız xeyir. Necəsiniz? Çox sağ olun. Yaxşısınızmı? Şükürlər. Yaxşı olasınız. Və bugünkü mövzumuz əsasən Neftçinin qrup mərhələsinə adlanması və Neftçinin APOEL üzərindəki qələbə haqqında müzakirələrimiz olacaq və Azərbaycan-İsrail görüşü ilə bağlı da maraqlı müzakirələrimiz olacaq və bir şey də xatırladım ki, bugünkü mövzumuz sizə Azərbaycan-İsrail oyunundan nə gözləyirsiniz? Belə bir sualla sizləri ünvanlamışıq və Azərbaycan-İsrail oyunundan nə gözləyirsiniz? Fikirlərinizi bizimlə bölüşə bilərsiniz. İlk olaraq başlayaq Adil müəllim sizdən. APOEL Neftçi görüşündən start götürməmiş belə bir sizə özəl bir sualım olacaq. Özəl sualım isə bu Neftçinin Avropa Liqasına adlanması ilə bağlı olacaq. Ancaq ilk növbədə Azərbaycan milli komandası İsraillə qarşılaşacaq və sizin bilet problemləriniz var. Nə məsələdir? Bəli, bizim həmişə bizə bilet bütün fan klubların hamısına bilet paylayırdılar. Nədənsə bu 2 gün öncə elə bizə zəng gəldi ki, bəs bu oyuna bilet verilməyəcəkdir. Səbəb kimi nəyə göstərdilər? Səbəb kimi heç bir səbəb olmadı. Dedilər siz ümumiyyətlə belə bir problemlərlə üzləşmisiniz? Yəqin yer yoxdur. Ola bilər ki, indi Tofiq Bəhramovun açılışıdır. Yəqin onu nəzərə alıbdılar ki, yəni sizə açılış olacaq. pulsuz verirdilər biletləri? Bəli, təmənnasız verirdilər fan klublara. Ancaq bu dəfə stadion var, gözəl stadion var, həm də Neftçi də Azərbaycanda oynayır, həm də biletin hansısa bir cüzi miqdarı da ödənilməlidir. Ona görə bəlkə sizin. Bilmirəm, yəqin ki, onun nəzərdə tutulur. Ümumiyyətlə siz Azərbaycan oyunlarına yollanarkən bu bilet problemindən üzləşirdiniz ümumiyyətlə? Xeyr, bizə həmişə bilet verirdilər. Fan klub, hər fan kluba, Bakıda yerləşən fan klubların hamısına öz biletlərini verirdilər və hamı gedirdi, birlikdə dəstək olurduq klublar. İndi sizə bilet vermədilər, indi getməyəsiniz oynadınız. İndi bu sabah aydınlaşacaq. Sabah fan klublar yığışır Bakıda sabah saat 2-də. Maliyyə məsələsini aydınlaşdırmaq lazımdır. Maliyyə deyəndə ki, yəni biletlə əlaqədar olaraq indi bilet veriləcək, verilməyəcək. Yəni verilməyəcəkdir. Konkret olaraq fikirlərini söyləyibdilər. İndi sabahları aydın olacaqdır ki, fan klublar hansı addımlar atacaqdılar. Mən çıxış eləmişəm ki, yəni boykot məsələsidir burada. Olacaqmı boykot? Yox, indi tək mənim fikrim orada önəmli deyil ki, orada 7-8 dənə fan klub var, onlar səsə qoyulacaq yəqin ki. İndi mən də telefon əlaqəsi saxlayacağım onlarla, danışacağıq. Orada hansı addımlar atılacaq, hələlik qaranlıq məsələ. Sizin təşəbbüsünüzü alqışlayıram ki, bütün oyunlara gelirsiniz. Bizim bir dostumuz var, Elmar, Azadın ən yaxın dostlarından biridir. Elmar da həm çempionat oyunlarına, həm Gəncənin və Azərbaycan milli Neftçinin oyunlarına gedir. Oradan da belə çılğın azar keçdi. Azar, sən nə edə bilərsən bu vaxtda? Mən bununla bağlı bir söz deyim. Bilet problemlərinə toxunarsan. Bizim azarkeşlər öyrəniblər ki, hər oyuna biletsiz keçsinlər. Bizim azarkeşlər öyrəniblər ki, hər oyuna kimsə bunları dəvət eləsin. Qardaş, fan klub deyilsən. Bir dəfə də oyuna bilet al gedilər. Nə olar ki? Bu bilet də deyək ki, Avropadakı kimi 50 avro döyük. Məsəl üçün ki, 50 funt döyük, 100 funt döyük. Bizdə Azərbaycanda oyunların qiyməti 3 manat da var, 5 manat da var, 10 manat da. İndi fan klublar adətən uduz yerlərdə olur, diqqət mərkəzində olurlar. İndi nəzərə almaq lazım. Bir də fan klubun vəzifəsi nədir orada deyir? Balet eləməkdə. Azarkeşlik eləmək lazım. Azərbaycanda fan kluba bilet vermirlərsə, hansı futboldan danışmalıyıq? Azərbaycan futbolunun inkişafından danışırıq. Birinci elə fan klubu hansı ölkədə ölkəni qoyaq qırmıraq. Biz Azərbaycandan fan kluba bilet verir klub tərəfindən ya milli komanda tərəfindən. Danışırıqsa, birinci fan kluba bilet verməliyik. Gəlib Azərbaycan klubunu ya milli komandanın dəstək olsunlar. Azarkeşlik eləsinlər.
və birinci fan klubdan başlamaq. O deyir ki, elə bu biznes elə Demək biznes milli komandaya rəğbət, sevgi o biletdən asılıdır. Bilet olmasa azarkeş edib dəstəkləməyəcək. Yoxdur, indi bir söz deyim mən sizə. İndiyə kimi, məsəl üçün, bu bilet məsələsi 2 il bundan qabağa kimi bilet məsələsi olmayıbdır. Yəni ki, biletləri həmişə azarkeşlər özləri alıb gedirdilər, kim istəyirdi gedirlər. Bunlar kütləvilik yaratmaq üçün, ona görə də hər fan klubu başladılar bilet ayırmağa və azarkeşləri stadiona cəlb eləmək üçün. Bu bir tərəfi. İkinci bir tərəfi sizin dediyiniz söhbətə qayıdıram mən ki, hansı bir ölkədə deyilsələr vurguladınız da ki, hansı bir ölkədə azarkeşlərə, fan klublara bilet verir. Bəli, orada başqa bir, məsəl üçün götürək Avropa ölkələrində, belə götürək ki, indi hal-hazırda biz həmişə istinad çəkəndə biz Özümüz Avropa ilə müqayisə edirik. Müqayisə etmək istəyirik. Yəni, onlarda fan klublara bileti pulsuz vermirlərsə də, onlarda bileti skitka ilə, yəni aşağı qiymətlə verirlər. Hörmət edirlər də, güzəştlər. Hə, fan klub, məsəl üçün, mən fan klub üzvüyəmsə, əlimdə mənim fan klubun vəsiqəsi var. Onda digər azarkeş də deyəcək ki, mən keçim o fan kluba, mənə də güzəştli bilet olsun. Burada bilirsiniz nətərdir? Burada fan klubu balans pozulur orada Adil müəllim. Yoxda indi onlarda hal-hazırda nədir? Yox, burada bir məqsəd var ki, yəni ki, bu təzə stadion açılıbdır. Yəni yüksək səviyyədə olub, biletlərin qiyməti qalxıbdır. Yəni biznes tərəfdən xeyir güdürlər. Ola bilər. Mən belə fikirləşirəm. Bir dəfədə belə bir şey olmuşdu. İspaniya oyunu ərəfəsində idi. İzdiham çox idi. Ona görə də bu milli komandamıza izdiham deyildi. O İspaniya milli komandasına gəlir. İndi burada indi amma gəlmə. Bir yana baxanda siz düz deyirsiniz. Ancaq nə qədər olmasa Azərbaycanlılar idi ora gedənlər. Əlbəttə ki, Azərbaycan. Bir məsələ də var Bəhruz. Bəzi fan klublar bu qabartlası mövzudur, belə bir qabartlası. Bilet verirlər. Mən dəfələrlə də şahid olmuşam. O bileti çıxardılar qapının ağzına satırlar. Ola bilər, hər şey olur. Qara bazar deyirlər də oranı. Qara bazardır, ağ bazardır, yaşıl bazardır, nə bazardır, amma belə bir bazar deyirlər. Yəni ona da futbol funksionerləri baxır ki, həm yəni Kənan dediyi kimi də stadionun təzə açılışıdır, bilirlər ki, onsuz da anşlaq olacaq. Cəmaət da milli komandanın rəsmi oyun üçün darıxıb, hamı gəlməyə can atacaq. Amma istənilən halda mən demirəm ki, azarkeşlərə niyə vermirlər, amma yəni bu məsələdə təkcə futbol federasiyada çalışan insanları da qınamaq düzgün deyil. Azarkeş özləri də, yəni azarkeşlərin özləri də bilet almağa borcludular. Amma müəyyən azarkeş qruplarına, yəni bizdə daha tanınmış azarkeş qruplarına bilet vermək lazımdır. Yoxsa əldən gələn deyən ki, mən fan kluba mənə bilet ver, belə eləyəm, elə eləyəm, yox. Məsələn, bir 300 nəfərlik, 400 nəfərlik, məsəl üçün 2 dənə, 3 dənə fan kluba bölmək lazımdır ki, qardaş, bunlar gəlirlər, otururlar stadiondan, real olaraq dəstək verirlər. Sektor 11 kimi. Yəni, sektor 11 milli komandanın, eləcə də klublarımızın Avroliqa, Çempionlar Liqası oyunlarında, qitə kuboklarında mübarizə aparan oyunlarda gəlirlər, istənilən, ürəyini istədiyi kimi belə lordu edib, dəstək verirlər, dayanmırlar, 90 dəqiqə dəstək verirlər. Yəni, bunlara vermək lazımdır və onların timsalında 200 fan kluba. Yəni, məsələ bundan gedir. Amma yenə deyirəm ki, ümid edirəm və bilirəm ki, Adil müəllimin, yəni o bilet verməsələr belə, Adil müəllim cibində 5 manadı var, keçəcək oyuna və özündən də bir 3 nəfər adam aparacaq. Bizdə dəfələrlə olub, siz nətər el, mən elə adicə Kəpəzin oyununa mən elə olubdur ki, gəlmişəm, baxmışam ki, uşaqlar, balaca uşaqlar da 12-15 yaşlarında uşaqlar qalıb qapının ağzında. Gedim mən o, yəni indidən söhbət getmir, bu birinci diviziyonda yadınıza gəlirsə, o vaxt 50 gəlirdi. 10 manat, 15 manat verib uşaqları da buraxdırmışam mən orada. Belə bir hadisələr olub. Birinci diviziyonda pulla buraxılır. Əlbəttə bizdə 50 komanda yaranandan bizdə pullu olubdu stadiona giriş. Bəli, çox yerdə vurğulayırlar ki, Gəncədə pulsuzdur, ancaq pulsuz deyil. Gəncədə birinci divizyondan yaranandan 50 qəpik olub, indi yüksək liqaya çıxandan sonra 1 manat olub. Avropa ölkələrində də biz görürük ki, hər bir azarkeşin vergi var. Stadionda da birdən görsək elan edir ki, 32.853 tamaşaçı. O bir tamaşaçıya görə də vergi verirlər Avropada, mən belə bildiyimə qədər. Bizdə də var, 4%-dir, səhv eləmirəmsə. 4%. 4% səhv eləmirəmsə, ya 4-5% olmalıdır. Satılan biletin müqabilində elə bir faiz ödənməlidir. Gizlədirlər. Yox, bizdə çox vaxt stadion gələn azarkeşlər o bizdə protokolda rəqəm doğrudan da düzgün əks olunmur. Region təmsilçilərində həmişə azarkeş sayı daha çox olur. Yəni götürürlər, yazırlar, bir də görsən Bakı komandalarının oyununda 300 tamaşaçı. Halbuki orada 300 tamaşaçının içində o texniki işçilər də var, stadionun polislər də var, mühafizə xidməti də var. Xəstəxana tibb personal da var, hər bir şey var. Amma bölgə məsələsinin oyunlarında, Turanın oyunlarında, Kəpəzin oyunlarında, əvvəllər Karvanın oyunlarında dəfələrlə məsələn azarkeş sayı 10 mindən artıq olur, götürüb yazırdılar.
4000, 5000. Mən dəfələrlə görmüşəm, yəni Adil müəllim də mübahisə edib oyuna gələn AFFA nümayəndəsindən, klub rəhbərlərindən ki, niyə az yazılır? Əslində bu yəni olduğu kimi düzdür, olduğu kimi yazmaqdan ötəri gərək hər bir insana bilet satasan. Yəni bu bilet satışı da tam olaraq həyata keçirilmir deyən gözə yarı yazılır. Həm də bir şey də qeyd etmək lazımdır ki, stadionların da yaxşı olması, stadionların da komfort şəkildə olması, o qeydiyyat gedən azarkeşlərin qeydiyyatı da düzgün aparılmır. Demək, Azad düz qeyd elədi ki, 4-cü hakim ya digər bir oyunun inspektoru deyirlər ki, oraya yaz 2500 adaya keçmək üçün 3500 adaya konkret olaraq hesablanmır. İndi bizdə stadionlarda biz uşaq vaxtı biz çox vaxt idi stadionlardan dağın daşın üstündən tullanıb keçirdik, qıraqdan bucaqdan keçirdik. O indi yenə də elədir. Çox vaxt hesablanmır. Çox vaxt bir hesablayası deyir ki, bu ancaq qeydiyyat olmalı. Bayaq vurğuladı azarkeş sayına. Mən ona bir daha qayıtmaq istəyirəm. Biz keçən il AFFA-ya 2 dəfə məktub göndərmişik, 2 dəfə PFL-ə məktub göndərmişik azarkeş sayına görə. Biz baxırıq təxmini də, indi götürək belə təxmini götürürük ki, indi 25 minlik tutumdursa stadion, təxmini baxırıq ki, məsələn 10 min azarkeş götürür və orada zəng eləyib və özüm orada iştirak eləməyəndə də götürürdüm başqa insanlara, mənə tanış olan insanlara, stadionda olan şəxslərə mən zəng eləyirdim və soruşurdum ki, ay filan kəs, stadionda təxmini nə qədər olardı? Və orta məxrəcə gəlirdim orada ki, məsəl üçün 4 nəfərin fikrindən toplayırdım, məsələn, hərə bir fikir yürürdü. Biri deyirdi, məsələn, 5000, biri deyirdi 4000, biri 6000. Orta məxrəcə gəlirdim, baxırdım, görürdüm ki, doğrudan da Gəncədə keçirilən oyunlarda, məsəl üçün, demək olar ki, yarısını yazırdılar. Və bir şey vurğulayım ki, mən baxdım bir dəfə, mənə uşaqlar demişdilər, ancaq sonradan mən özüm diqqət yetirdim, standart say yazırdılar. 3000 Azadın yaxşı yadındadır. Ondan sonra bir ara şikayət elədi, başladılar yazmağa 5000. Nə oldu? Bu bir oyunda bir 4000 gəlmədi mi? Və yaxud da 5500 olmadı mı? Dəfələrlə belə şeylər olub. Biz 2 dəfə PFL-ə müraciət eləmişik, 2 dəfə də AFFA-ya yazılmış surətdə. Bu məsələni aydınlıq gətirir. Bu məsələni aydınlıq. Dəfələrlə sağ olsun Azad müəllim Futbol Plus qəzetində bunu yazdılar. Azad öz verilişində Kəpəz TV-də çıxış elədi. Bunu araşdırdı. Ondan sonra yavaş-yavaş düzəlməyə başladı. Ancaq gəlin keçən ilin statistikasını götürək. Keçən ilin statistikasında Xəzər Lənkəran gəldi, bizi qabaqladı. Məsəl üçün, səhv eləmirəmsə 30-40 min qabaqladı bizi azarkeş sayına. Ümumi tamaşaçı sayına. Bəli, ümumi tamaşaçı sayına mövsümün. Ancaq biz bu kəsilən elə bil azarkeş sayını hesablasaq, biz demək olar ki, paşdı gəldik elə eyni. Adil müəllim, gəlin qayıdaq bu bilet məsələsinə, sizin Azərbaycan hissəsində nə fikriniz var, nə edəsiniz konkret olaraq? Mən konkret deyərək burada... Boykot sözü eşitdim. Boykot sözünü mən təklif eləmişəm, boykot. Niyə, səbəb nə? Səbəb bilet verməlidir və azarkeşdə getməlidir. Bu dəfə siz özünüzdən verin də, keçirdin futbol azarkeşləri. Bu dəfə siz eləyin. Onsuz da gedəcəyik biz futbola. Onsuz da biz keçəcəyik. Keçəcəyik deyəni, yəni biletlə gedəcəyik biz futbola. Onda dəstək verin. Ancaq o hansı ki uşaqlar ki var, gedə bilməyəndə imkan. Mən imkan daxilində onlara köməkli eləyəcəm öz vəsaitim hesabına. Ancaq qaldı ki, hamısını mən keçirdə bilmərəm ki, onları. Hamıya mən kömək eləyəm ki. İnşallah həllini tapar Adil müəllim. Siz də öz azarkeş qrupunuzdan oyunu izləyərsiniz. APOEL Neftçi görüşünə keçək. APOEL Neftçi görüşündə də APOEL öz meydançasında Neftçiyə 3-1 hesab ilə məğlub oldu. Heç kimin gözləmədiyi bir qələbə idi Neftçi. Gözləyirdin Azad? Xeyr, açığı biz keçən həftədə yəni geniş müzakirə elədik, amma cütdə də danışanda mən özüm də şəxsən dedim ki, təki Neftçi bizi yalançı çıxartsın. Çıxartdı. Yəni yalançı çıxartdı da, bəli, buna sevinirik yaxşı mənada. Təbii ki, böyük uğurdu, amma hər halda heç kim gözləmirdi. Yəni heç kim ən sadəlöv azarkeş deyək, ən nikbin, bədbin azarkeş belə heç kim bu nəticəni gözləyə bilməzdi ki, burada bir-bir zor bəla gücü ilə bir-bir eləyəsən, nəticəni saxlayasan, sonra gəlib səfərdə udasan, təbii ki, böyük uğurdu və təbrik edirik Neftçini. Elə Neftçidə danışmışlar, Neftçinin oyunu izləyək, fraqmentlərə baxaq, qollara baxaq, sonra söhbətimiz maraqlı şəkildə davam edəcək.
Neftçi səfərdə APOEL-i 3-1 hesabı ilə məğlub etdi və ilk görüşdə Neftçi öz meydançasında APOEL-i heç-heç etmişdi, 1-1 hesablı heç-heçə. Kənan, sənin fikrini alaq, bu görüşlə bağlı nə deyə bilərsən? Neftçinin qələbəsi heç kim gözləmirdi, mən özüm də gözləmirdim. Azad da qeyd edək ki, biz keçən həftə müzakirə edəndə bu görüşlə bağlı doğrudan da Neftçinin qələbəsinə inanmırdıq, ancaq Neftçi səfərdə qələbə qazana bildi. Özə Yunan Kipri üzərində. Düzdür, bu qələbəyə heç kim inanmırdı. Sevinməliyik, hər bir azərkeş, hər bir Azərbaycan xalqının övladı, hər bir bunu Neftçinin qələbəsinə sevinməlidir. Neftçi bir şey nəzərə alaq ki, Neftçi evdə də pis oynamamışdı onlara qarşı. Çox gözəl futbol oynamışdı. Qorxaq futbol oynamamanın nəticəsində APOEL kimi tamaşaçı kütləsinin qarşısında, yəni o boyda azərkeş kütləsinin qarşısında getdi qələbə qazandı, inamlı qələbə qazandı da. Yəni, əsas odur ki, qorxaq futbol oynamadı. O qorxaq futbol oynasaydı çox güman ki, orada böyük hesablı məğlubiyyətlə geri dönəcəkdi. Şükürlər olsun ki, Neftçi bu gün hamımızı sevindirir. Bir də yaddan çıxartmayaq ki, APOEL Liqa Çempionovun 1/4-ə kimi irəliləyiş keçən irəliləmiş bir klub idi. Buna hamımız sevinməliyik. Mən ilk gün öncə Neftçinin başında duran Sadıq müəllimi, sonra Böyükağa Hacıyevin timsalında məşqçilər korpusunu, Neftçi azarkeşləri, Neftçi futbolçuların hamısını təbrik edirəm. Düşdükləri podqrupada çox çətin bir klublarla üzləşəcəklər. Bugünkü gündə biz ancaq Neftçi baxımında təcrübə, mənim fikrimcə təcrübə toplamış olacaq. Yəni bu düşdükləri qrupada, yəni reallıqla danışsaq inandırıcı deyil ki, Neftçi o qrupadan çıxacaqdır. Tək ki, yanılaq, bəlkə çıxdı. Tək ki olsun. Yəni bu hardasa bu Azərbaycan futbolu üçün də xeyirli ki, yəni tamaşaçı baxımında, insanların futbola həvəsi baxımından da xeyli irəliləyiş olur. Çünki hara gəlsən futbolu bilməyənlər də Neftçinin qələbəsindən danışırlar. Yəni bu sevindiricidir. Təbrik edirəm onları. Azad, sənlə danışaq bu yayın məsələsini. Biz niyə oyunu izləyə bilmədik? Bu gözəl oyunu biz niyə izləyə bilmədik? Niyə bizim televiziya kanallarımız bu oyunu yayınlaya bilmədi? Çünki maraq yox idi. Hamı Neftçini böyük məğlubiyyət üzləşəcəyini gözləyirdi. Ona görə heç kim marağı yox idi ki, yəni Neftçi də oynayıb 4-5 hesabla qayıdacaq. Yəni əlbəttə ki, bu yaxşı iş deyil. Bu hamı bir futbol azarkeş kimi mən də çox kanallara, hətta saytlara da girdim, orada da baxa bilmədim. İstəyərdim çox həmin oyuna baxam. Mənim də timsalımda o qədər futbola baxmaq istəyən azarkeşlər var idi, çox idi, həddindən artıq çox idi. Yəni belə şeyi nəzərdən qaçırmaq olmaz. Yəni bu hamısı onlar oyunlar göstərməlidir ki, yəni futbola maraq, yəni Neftçinin bu qələbəsini, bu şeyini hər bir Azərbaycan xalqı görməlidir. Azad, təəssüf olsun ki, biz oyun fraqmentlərini sonradan izləyə bildik, qollarına baxa bildik. Azad, sənin fikirlərini bilmək istəyirdim. Biz özümüz də televiziya işçiləri, televiziyada çalışırıq. Təbii ki, bizim çalışdığımız televiziyaların imkanları bugün üçün o səviyyədə deyil ki, biz canlı yayımı, yəni başqa bir ölkədən tezliklə götürək, verək. Hər halda yəni bizim burada düşünürəm ki, bölgə kanalları olaraq bizim heç bir günahımız yoxdur. Amma paytaxt kanalları yəni imkanları daha yaxşı idi və onların belə deyək hər şeyə malikdirlər. Hər halda yəni heç olmasa İdman Azərbaycan bu oyunu göstərməyə borclu idi və biz azarkeşlər də yəni jurnalistlər də bütün hamı bu oyuna baxmağa, yəni hamı baxmalı idi. Mən özüm də saytlar vasitəsilə informasiya almağa çalışdım ki, bəlkə hansısa kanalımız verdi, amma heç bir vermədi. Yəni ən pis halda gözləyirdim ki, İdman Azərbaycan bu oyunu verəcək və yaxud ASTV vasitəsilə bu oyun yayımlanacaq. Amma heç biri olmadı, təəssüf qeyd edirik. İndi maraqlı bir məsələ var ki, Neftçi Avroliqanın yəni qrup mərhələsində iştirak edəcəkdir. Azərbaycan tarixində ilk. Bəli, yəni bu oyunları bizdə yayım hüququ səhv etmirəmsə İdman Azərbaycandadır. Bu ildən İdman Azərbaycandadır. Azərbaycandadır. İndi bax bu yayım hüququna bağlı olaraq İdman Azərbaycan bu oyunu... Belə desək, sözünü kəsirəm, bu qabaqcadan planlaşdırılmış işlərdir də. Neftçi bütün planları alt-üst elədi. Elə bir ki, mən fikir İdman Azərbaycan bəzi oyunları almışdı fikrində qrupun oyunları, ancaq Neftçi planlaşdırılmadı. Bəli, indi yəni İdman Azərbaycanın nə edəcəyi, hansı qərar verəcəyi maraqlıdır. Yəni bizim üçün də ki, bir növ əgər bu kanalın əməkdaşları oyunu verəcəklərsə də, biraz hardasa onlarda da utanmaq belə hissi olmalıdır ki, yəni biz bu play-off oyununu vermədik, amma indi qrup mərhələsinin oyununu
yayımlayırıq. Təbii ki, düşünürəm ki, yəni biz oyunu görəcəyik. İdman Azərbaycandan da Görərik görəcəyik və inşallah. yaxud başqa bir yəni rəqiblərimizə görə, məsələn, Rusiya kanalda oyunu verə biləcəkdir, Interə görə verəcəklər. Yəni bəxtimiz onda bəlkə deyək ki, Azərbaycan kanalları oyuna maraq göstərməsəydi, bəxtimiz onu gətirəcəkdi ki, Rubinlə, yəni Rusiya komandası ilə bir qrupdaydıq və NTV yəqin ki, bu oyunları yayımlayacaq. Yox, yəni gözləməyə dəyər ki, 100% artıq Neftçi dəyişik elədi, belə demək, çevriliş elədi. İnqilab elədi. İnqilab elədi ki, məcburdular oradakı da oyunu da verirlər, buradakı da oyunu. Çünki bayaqdan fikirləşirəm, yenə də şey eləyirəm ki, mən Neftçinin böyük məğlubiyyət alıb gələcəyini hamı gözləyirdi. Plus da kanalımız həmçinin ki, Neftçi də gevirdi. Bizə maraq yox idi. İstənilən halda çox böyük uğurdu, yəni Neftçi. Bu oyun haqqında fikirlərini bilərdik Azad. Ümumiyyətlə, sən həmişə oyunları xarakteristika eləyəndə qısaca... Bizdə, yəni, biz ötən verilişdə gedərdik. Bizdə, yəni, hələ bu həddə gəlib çatan olmamışdı. Yəni, qrup mərhələsində iştirak edən olmamışdı. Qarabağ bir neçə dəfə, yəni, bu imkana çox yaxın idi. Amma Neftçi, yəni, bu şansdan istifadə elədi və qrup mərhələsinə düşdü. Təbii ki, Neftçinin uğuru Azərbaycan futbolunda elə bizim ciddi uğurlarımız yox ki, biz fəxr eləyək ki, bizim belə bir uğurlarımız var. Belədir, elədir. İndi bu böyük uğurdur. Yəni bu uğura görə də Neftçini təbrik eləmək lazımdır. Bu ilkdir Azərbaycan futbolunda. Yəni bu düşünürəm ki, Böyükağa müəllimin də uğurudur. Yəni baş məşqçi olaraq bu günlər bilirik ki, təbii ki, onda səhhətində müəyyən problemlər var və özündə güc tapdı, komandanın başına keçdi və belə bir uğura imza atdılar. Neftçi futbolçuların hamısını da yəni təbrik edirik. Bu böyük bir qəhrəmanlıqdır Azərbaycan futbolçunun bu günümüz üçün. Yəni bəlkə bir 10 ildən, 5 ildən sonra bizim komandalar daimi olaraq Çempionlar Liqasının, Avroliqanın oyunlarında, qrup mərhələlərində iştirak edəcəklər. Azər iştifdə Neftçidən gəldi. Yəni Qaranquş Neftçi oldu. Təbii ki, hamı buna sevinməlidir. Azarkeşlər də, rəqib komandalar da kimliyindən asılı olmayaraq və hamı da yəni bir Azərbaycanlı olaraq yəni dəstək verəcək yəqin ki Neftçiyə. Yəni kimin qəlbində hansı komanda var, onu azarkeş edəcək. Amma ümumi mənada, yəni Qarabağda bizdə bu mərhələlərdə yəni iştirak edəndə hamının ürəyi təbii ki Qarabağla idi. Yenə yəni Neftçiyə dəstək veriləcək mənəvi cəhətdən hər halda bütün azarkeşlər düşünürəm ki, belə bir sual verməsəm, jurnalist kimi Neftçi yaxşı oynadı, yoxsa APR zəif çıxış elədi? Düşünürəm ki, oyunu fraqmentlərini izləyərsən, bizdə qısaca getdi, bilirəm ki, internet vasitəsilə izləmirsən. Hansı prioritetlərə görə Neftçi üstün təşkil edirdi? Bu təbii ki, Neftçinin uğurudur, amma APOEL-in də faciəsidir. Yəni APOEL üçün artıq bu faciədən o tərəfə başqa söz yoxdur ki, deyəsən. Mən düşünürəm ki, yəqin ki, o komanda artıq böyük dəyişikliklər gedəcəkdir. Bir şey də deyim ki, Neftçi həqiqətən qəhrəmanlıq göstərdi. Əgər bir şeyə fikir versəz o fraqmentlərdə, mən bəzi şeylərdə baxıram, hətta orada oyun başlamamışdan öncə erməni bayraqları da dalğalanırdı. Hətta Türk bayrağında yandırmışlar. Psixoloji təsir göstərmək istəyirlər. Psixoloji təsir vardı. Bugünkü gündə yəni mən informasiya agentliklərinə bir-iki məlumat öyrəndim ki, otelə də gəlib azarkeşlər hansısa bir nalayiq ifadələr çox şeylər olmuşdu. Yəni bu qəhrəmanlıqdır. Yəni bu Neftçi üçün, çünki Neftçi ki elə bir tamaşaçı kütləsinin qarşısında, o elə bir tamaşaçı ordusunun qarşısında, səs-küyün qarşısında inamlı 3-1 qələbə qazanırsa, valla bu həqiqətən də tarixdir, bu yenilikdir. Bu Azərbaycan futboluna elə bir ki, bir addım qabağa irəli atmaq deməkdir. Amma Kənan, yəni bu uğurlar, bu kimi uğurlar bizdə gecikmişdi. Yəni biz 3 il, 4 il bundan öncə belə uğurlar qazanmalıydıq. Yəni Bati artıq neçə illərdir Çempionlar Liqasında, Avroliqada, yəni qrup mərhələsində öz sözünü demiş komandadır. Yəni bu günlər biz baxırıq, bizdə futbolun inkişafına bağlı dövlət proqramı var, bizdə futbolun inkişafına bağlı... Dövlət proqramı var, intası yerinə yetirən lazımdır. Yəni bizdə dövlət səviyyəsində futbola bu qədər maliyyə kömək olunur, yəni tapşırıqlar verilir, bu işi görmək lazımdır, klub yaratmaq lazımdır, hər şey eləmək lazımdır. Yəni biz artıq 3 il, 4 il bundan öncə biz qrup mərhələsində iştirak etməliyik. Gecikmiş bir uğurdur adlandırma. Gecikmiş, bəli, gecikmişdir. Yəni mənim fikrimcə gecikmişdir öyle. Nəyə görə? Bugünkü gündə hansı bölgələrdə 2004-cü ildə düzdür, futbolun inkişafına sərmayə qoyulubdur. İnkişafına 2004-cü ildə çempionat keçiləndən başqa günə 2004-də mənim öz fikrimdir. 2004-də ən səviyyəli çempionat olub. Çünki orada həmin vaxtda Azərbaycan futbolçuları iştirak edirdi. Həmin ildən bəri çempionatımızı sayaq. İlbəil çempionatımızın səviyyəsi get-gedə düşür. Qalxmaqdansa düşür. Çünki düzgün yerinə yetirmirlər. Düzdür, dövlət proqramı var. Gətirirlər. Çempionatın səviyyəsi düşür, niyə yerli futbolçularımızın pulu qalxır?
Yerli Transfer futbolçularımızın dəyəri qalxır. pulu ona görə qalxır ki, ələnib 6-7 dənə Azərbaycan futbolçuları Və var. onlar layiqdirlər o pul almağa da. belə Əlbəttə düşünürsən. ki, layiqdir. Sən səviyyəsi legioneri gətirib 400 min, 500 min verəndə əlbəttə ki, bizim futbolçular layiqdir ona. Amma barmaqla qatdala ki, gələn legionerləri say. 2000-dən çox bəlkə Azərbaycan legionerlər gəlibdi. Barmaqla say ki, səviyyəsi budur. Mən demirəm ki, bizə gələn legionerlər Sən belə səviyyəlidirlər, amma yəni bizim futbolçular da futbolçular da gətirdiklərinə 400 min verirsə, əlbəttə ki, bizim futbolçulara 500 min verməlidir. Biz burada legionerlərin tərəfi saxlamaq, Yox, amma demək tərəfi istəyirik saxlamaq ki, bizim deyil. yerli futbolçular da o pullara Düzgün layiq iş deyirlər. aparmırlar. Bizim yerli Düzgün futbolçular da iş qiymətlərini artırmaqla Bəli, məşğul. süni şəkildə Bilirsən artırırlar. nə? Federasiya vaxtında limiti azaldardı. Eləyərdi ki, 8 dənə Azərbaycanlı. Bugünkü gündə qiymət qalxmazdı. 53-4 dənə futbolçu, Azərbaycan futbolçusu 32-yə çatanda deyirlər, sən qocamısan, sən gedə bilərsən. Amma legioneri 36-37 yaşında gətirib oynadılar, bir nəticə də vermir. Kənan bir yana baxanda düzdür. Kənan necə mən onun fikri ilə razıyam Limit ki, yəni söhbəti burada var. komandaya, ölkəyə gələn legionerlər o yerlilərdən birbaşa üstün olmalıdır. Üstün olmalıdır Ona ki, görə də bunlar mən də gətirir deyim- legioneri, Ay, sağ verir ol. 200 min məsəl üçün. 200 min verirsə, bu avtomatik yerli oyunçular ondan yüksək səviyyədə Yəni bizim oynayan çempionatda oyunçuların qiyməti qiymət artmalıdır. artımı var. Artım nədən O əmələ gətirdiyi gəlir? artım gəlir? legionerlərin qiyməti yüksək olur deyən Və artıq. Kənana bir sual vermək istəyirəm. 3 dənə Azərbaycan futbolçusu oynayır. Karvan ilk dəfə Azərbaycanda, yəni UEFA kubokunda mərhələ keçən komanda oldu da. Həmin vaxtda komandanın qazandığı uğurda yerli futbolçulardan çox, yəni gəlmələrin uğur payı daha çox idi. Yəqin razılaşarsan. Razılaşaram. Yəni bizdə Razılaşaram, niyə? Onda səviyyə vardı. Karvan çempionatda ikinci yer tutmuş komandaydı, öz sözünü demiş komandaydı. Orada səviyyəli futbolçular bir adam da deyə bilməz ki, bu futbolçuya nə qədər pul verirsən. Həmin vaxt yerli futbolçuya məsəl üçün 5 madarsa, həmin vaxt legioner 15 madardı. Heç kim də səsini çıxarda bilməzdi. Çünki ona layiq idi. Çünki birbaşa üstün Birbaşa oynadı üstün yerlilərdən də onun üçün də heç kim Həmin etiraz vaxtda eləmir. elə idi. Amma bugünkü gündə məsəl üçün nəyə görə bu qiymət nəyə görə qalxır? Limit söhbətinə görə. Limiti 3 dənə Azərbaycan futbolçusu eləyir. Azərbaycan futbolçusu 31 yaş, 32 yaş olanda deyirsən qocamsan, gedir legioner 36-37 yaşında gətir. Halbuki heç nəyə yaramır. Hansısa bir ölkədə alqaşını gətirib burada futbolçu eləyirlər. Ya məşqçi eləyirlər. Bədbaxtçılığımız ondan. O fikirlər biz də pis deyirik, amma Yəni ondan irəli gəlir, başa Şəmkir illər bundan öncə Şəmkir komandası ölkə futbolunda Çempionlar Liqasında ilk dəfə mərhələ keçdi. Və Neftçi də bu illəri bir dənə mərhələ keçdi Çempionlar Liqasında. Bir mərhələ keçdi cəmi. Neftçinin futbolçuları istər legionerlər, istər gəlmələr nə qədər pul alırdı, o vaxt Şəmkirdə oynayanlar nə qədər Sən alırdı? o vaxtçı ilə bunu niyə? Şəmkirdə o vaxt oynayanlar 5 min, 10 min deyək 15 min alırdı da patolog qiymət, yəni yuxarı Yəqin ki, o qiymət. vaxtı 15 min, 15 min pul idi. 15 min pul. İndi də yəni həmin biz o vaxt alırdıq 15 min, gənə bir mərhələ keçirdik. İndi alırıq 300 min, 400 min, gənə bir mərhələ keçirik. Gənə deyirəm, bizim Azərbaycan çempionatında səviyyəli legioner gəlsə, yerli futbolçu heç vaxt qiymət qaldıra bilməz. Səviyyəsizə gətirir, eşidir ki, ona 5 manat verir. Bu da deyir, məndən üstün deyil. Bu nəyə görə 5 manat almalıdır? Düzdür. Hamısı ondan irəli səviyyə futbolçu gəlsin, məsələn Karvanın məsləhət göstərsin. O vaxt əlbəttə ki, Karvanda legionerlər var ki, artırılmasına pul alır. Hala xoşlar da olsun. Oyunlarına görə də alırlar. Adlarla da sayma olar. Məhkəm Ehtiyac Nəsiroğlu, yoxdur, Nazar ehtiyac Bayramovic ki, yoxdur. belə bir səviyyəli regionlar. Yəni ona görə qalxır qiymət. Həm də limit, əsas Bunun limitdir. qarşısı necə kəsər ay Kənan? Bunun qarşı yəni federasiya limiti yendirməlidir. Azərbaycan futbolçularına imkan verməlidirlər ki, çempionatı demirəm 32-30 yaşında deyirsən yaramır, sən artıq qocalmısan. Limiti aşağı salmalıyıq ki, yerli Salmalıyıq ki, futbolçular yerli bunu daha çox futbolçular- qaldırsınlar. Yox, yeri o səhv fikirdir. Hamı artıq Qaldıra yerli bilməz. futbolçu axtarmağa başlayacaq və onu Qaldıra da bilməz. yerli futbolçular qiyməti Qaldıra qaldıracaqlar. bilməz. Ya boş söhbətdir. Bizim bu Söhbət günləri Çıxış yolu tapmaq bizim bu lazımdır. günləri Bəhruz çempionatımızda, futbolumuzda belə bir problem çempionatın var. səviyyəsi yoxdur. Bizim yerli futbolçular fikirləşir ki, qardaş, Azərbaycan çempionatında normaldan biraz aşağı futbolçu, yerli futbolçu 70 min, 80 min, 100 min pul alır. Baxır ki, yəni bu gedəcək Türkiyə çempionatında əziyyətlə özünü öldürəcək, Rusiya çempionatında özünü öldürəcək, o boyda pul ala bilməyəcək. Amma bu günləri qonşu Ermənistanda və Gürcüstanda o qədər pullar yoxdur. Onların ən yaxşı üzdə olan futbolçuların əksəriyyəti Rusiya çempionatında. Bəli. İtaliya çempionatında da var. çempionatında. Gürcüstanlı futbolçu İtaliya Yəni biz çempionatında da var. erməniləri bəyənmirik. Amma erməni oyunçuları baxın Rusiya çempionatında erməni oyunçular Ukrayna at çempionatı. oynadırlar. Ukrayna çempionatında Şaxtyorda var. da bir nəfər Bəli, oynayır onlarda. Çempionatın Bombardini Mxitryan. Yəni bizdə futbolçular ölkə daxilində yağla, balla bəslənirlər, pulları istənilən qədər var, ən bahalı maşınları sürürlər, ən bahalı evlərdə yaşayırlar və ehtiyac görmürlər ki, gedib xaricdə əziyyət çəksinlər,
ad çıxartsınlar, pul qazansınlar. Yəni bax problem bundadır. Problem bundadır. Düzdür, bizim milli futbolçularımız var ki, onlara verilən pullar müəyyən qədər halal. Onda belə bir şey deyək də, Rail Məlikov kimi Azərbaycan milli komandasının üzvü niyə Bank Asiya 1-ci liqasında oynayır? Niyə Türkiyə Süper Liqasında oynamır? O səviyyəmiz yoxdur. Bizim o səviyyəmiz yoxdur. Niyə Cavi Hüseynov bizim tərəflərdiyimiz Cavi Hüseynov Bank Asiya 1-ci liqasında? Bank Asiyadan başqa oynaya bilmərik. Bugünkü gündə oynaya bilmərik. Yalnız deyək ki, gedəcək Türk çempionatına, İtaliya çempionatına. O səviyyədə Azərbaycanda bugünkü gündə futbolçu yoxdur. Reallığa qalsa yoxdur. Ancaq Bank Asiyada gəlib oynaya bilərlər, hə. Onda baş qatırdı orada. Bir nəfər İlqar Qurbanov idi, Fənərbağçada oldu da. Bir mövsüm yoxsa yarım mövsüm, o da bir də oyun oynamışdı. Bir gol vurdu. Bir oyun oynamamışdı. Sivasspor heyətinə qol vurdu. Sivassporun heyətində vurmuşdu. Bir top vurmuşdu, Beşiktaşa 90-cı dəqiqədə vurduğu gol qələbə qazandırmışdı. Reklam fasiləmiz var. Reklam fasiləmizə reklamları izləyək, sonra söhbətimiz maraqlı şəkildə davam edəcək. Reklamlar. Reklamları izlədik, söhbətimiz davam edəcək. Adil müəllim, sizdən soruşmaq istəyirəm bu Aprel Neftçi görüşü ilə bağlı, sonra keçəcəyik Azərbaycan-İsrail görüşünə. Təbii ki, bir Azərbaycanlı kimi biz də baxmayaraq ki, Neftçi bizim rəqibimizdir həmişə. Yəni köhnədən bizim rəqabətimiz var. Neçə illər bundan öncədən. Ancaq biz də bir adi bir Azərbaycanlı kimi əlbəttə ki, biz sevinməyə bilməzdik buna. Hətta biz şəhərə də çıxdıq. Bayraqla, öz Azərbaycan bayraqlarımızı qaldırdıq, yüksəltdik və təbriklərimizi etdik öz növbəmizdə və aeroporta da qarşılamağa da getdik hətta. Siz də oradaydınız. Bəli, mən də getdim, özüm getdim. Birbaşa Sadıq Sadıqovu təbrik elədim yerindəcə. Tahir Süleymonovu təbrik elədim, oyuncuları bir-bir təbrik elədim, hansından qarşılaşdım, hamısını təbrik elədim. Bəli. Sizin Neftçinin qrupdakı vəziyyəti haqqında bir qısaca deyim ki, Neftçinin qələbələrini siz bilirsiniz. Rubin, Partizan, Inter nə edə bilər Neftçi? Yəni siz nətər birinci bayaq uşaqlar da vurguladılar ki, yəni birinci ildir. Burada biz yalnız reyting qazana bilərik. Mən deməzdim ki, gedib qrupdan adlayarıq, ancaq adlasaq sensasiya göründü. İnşallah bəlkə də Allahın işidir, ola bilər bəlkə də sensasiya göstərərlər, bəlkə də alışarlar. Mən bir azarkeş kimi həmişə mən qələbə gözləyirəm hamıdan. Aprel Neftçi oyundan çox danışdıq Azad. Keçək Azərbaycan-İsrail görüşünə. Milli komandamız istifadə edir. Tofiq Bənamov Respublika stadionunda, həm də yenidən qurulan Tofiq Bənamov stadionunda azarkeş sayını çox gözləmək olar. Çünki Neftçinin bu uğurundan sonra azarkeşlər sıx gələcəklər Azərbaycan oyununa. Bu oyunla bağlı nə deyə bilərsən? Nə gözləyirsən Azərbaycandan? Betfox nəsə edə biləcəkmi? Komandamız dəyişiklik olacaqmı? Ümumiyyətlə, yəni Azərbaycanın dünya çempionatının seçmə mərhələsində, yəni ilk oyunudur, qrupda ilk oyunudur və stadionumuz da təzədir. Yəni siftəni də uğurlu başlamaq lazımdır. Qazon da gözəldir. Yəni hər şey təzədir və milli komandamızda İsrail də elə bir güclü rəqib deyil. Yəni biz çəkinək deyək ki, qorxmalıyıq, nəsə eləməliyik. Əslində yəni İsrail hardasa bizdən çəkinməlidir. Belə düşünürəm ki, yəni Azərbaycan istənilən rəqiblə oynamağı bacaran komandadır. Sadəcə kənan söz olmasın, qorxaqlıq olmasa. Yəni futbolçularımız ürəklə, canla başla bu oyuna çıxsalar və təbii ki, Neftçinin də uğuru, yəni camaatı, azarkeşləri stadiona gətirəcəkdir. Yəni bizim yolumuz yalnız qələbədir. Çünki ilk ev oyunudur, ilk stadiondur. Düşünürəm ki, yəni anşlaq olacaq stadionda da. Yəni Azərbaycan yığma komandasını qələbədən başqa nəticə mən deyərdim ki, razı sala bilməz. Ancaq qələbə. Çünki HSS də deyərdim ki, uyğun bizim üçün sərf edici nəticə deyil. Yəni bizim bu qədər çempionatımız, yəni 18 günlük səhv eləmirəmsə fasiləyə ayrıldı. Çempionat yarımçıq qaldı, turlar təxilə digər yəni günlərə salındı. Yəni əgər milli komanda da yəni bu qədər hazırlaşırsa da, bu qədər məşq edirsə də və biz İsraili əgər bu boyda çempionatı dayandırıb biz İsrailə uzacaqsa, yəni bu yenə səhv addımlı və yenə tənqidlər olacaqdır. Amma Azərbaycan yəni düşünürəm ki, İsraillə oyunda milli komandamız mərhələyə, yəni seçmə mərhələyə uğurla start verməyə borcludur. İnanaq ki, gözəl oyun göstərib İsraili məğlub edəcək, ancaq mən bilirəm ki, Canan Pertfox xoşlamır. Onun cızdığı taktik sxemlə qane deyil. Bu haqda nə edə bilərsən Canan? Oyun necə qutara başa çata bilər? Komandamızdan nə gözləyirsən? Komandamızda ancaq qələbə gözləyir. Yəni İsrail də elə bir
keçilməyən rəqib deyil ki, deyək ki, İsrail, yəni Portuqaliya deyil. Amma İsrail futbolu inkişafdadır da, belə bir. İnkişafda da olsa da, yəni biz ilk öncə düşərli olsun, yeni stadionumuz, yeni qazonumuz, birinci oyunumuzdur. Bir Azərbaycanda kimi çalışacağım, gəlin stadiondan baxım, olmasa da televizor vasitəsilə dəstək olacağam. Düşərli olsun, qələbə gözləyir. Bəs Adil müəllim, siz necə qiymətləndirirsiniz milli komandamızın çıxışını bu oyunlarda? Əlbəttə ki, Hamı uğur gözləyir, ancaq uğur gözləyirik. Ancaq bayaq dediniz Super Fox məsələsinə toxundunuz. siz deyəsən çox istəyirsiniz belə. Dırnaq arası deyə bilərsiniz onu. Mən ən yaralı yerim. Bird Fox-u xoşlamam, ona görə mən xoşam. Bird Fox bizim futbolumuza qiymət vermirdi, saymırdı. Otururdu Germaniyada istirahət eləyirdi. İstəyəndə birdən yadına düşür ki, mən Azərbaycan milli komandasının baş məşqçisiyəm. Gəlirdi arada bir Dubaya, qış vaxtı komandaları, milli komandanın oyunçularını Dubaya aparırdı. Heç sezona uyğun olmayan bir yerə. Qışdan aparıb istiyə sarıdı, təzədən qaytarır. Bir də gedir oturdu. Yaxşıdır da, yaxşı. İndi bir-iki gündə Kapellonu gətiriblər Rusiyanın baş məşqçisi. Bütün bölgələrdə olan oyunlara gedir, baxır. Baxır, oyunçu seçir də. Bird Fox-ları mən görməmişəm ki, hansısa bir bölgəyə gedə, borçludur, eləməlidir. Bütün bölgələri gəzməlidir. Hansı çempionat, bütün çempionat oyunlarını gəlib gəzməlidir, izləməlidir. Daha yoxsa buna gətirib spsok verməli deyirlər ki, Bird Fox müəllim, bu gün elə bunlar çağırmalıdır. Heç bəlkə də vallahi neçə ildir milli komandanın baş məşqçisi, bəlkə də çoxsunun adını düz əməlli bilmir o adam. Hər halda siz dediniz Dubaya getdi. Dubaya gedəndə də baş məşqçilər apardı. Getdilər heç olmasa istirahət edilər, evə bazarlıq sad elədilər. Evə bazarlıq. Çarxandan çox, yəni Gəncələrin açığı, yəni şikayət eləməyə haqq var o mənada ki, heç olmasa Bird Fox bir dəfə Karvan oyununa gəlib. Yevlaxda olub bir dəfə mən şəxsən ondan. Mən görməmişəm. Yəni müsahibə götürmüşəm ondan gəlib Karvan torpağına ayaq amma Gəncəyə gəlməyib. Yəni Gəncəlilərin, Tovuzların daha çox şikayət eləməyə haqqı var ki. Kənardan idarə olunur. Bir də Kənan qeydlər ki, yəni gedib Almaniyada oturur. Yəni bu insanın əvvəlcə müqaviləsinə baxmaq lazımdır şərtlərə. Bəlkə o şəraiti elə bizim futbol funksionerləri yaradıb ona. Düzdür. Ki, yəni get orada otur, düz deyirsən. Nə vaxt istəyirsən gələrsən. Çünki tələb yoxdur. Ona o boyda pul verilirsə, zarafat deyil, Azərbaycan milli komandasının baş məşqçisi bu post elə belə post deyil də. Bəlkə də bir adi adam elə belə qıraqdan evə bu post, yəni bu milləti təmsil eləyir. Ona görə də bizim futbola qiymət verməlidir. Yəni, çalışmalıdır. İnkişafı üçün çalışmalıdır. Əgər o pulun müqabilində o çalışmalıdır. Daha o evində oturub istədiyi vaxt milli komandanın... Bəzi jurnalistlər də deyir, bəzi futbolcular ki, Bird Fox'un əlinin altında elə də yetənəkli bir futbolçular yoxdur. Nə etməlidir? Eləməlidir. Yetənəkli deyil, bunu nəyə gətirirlər? Ona apardılar, səni mən aparsına qoysunlar ki, mən də deyim ki, yetənəkli futbol. O boyda maaş alır. Onda birinci divizyon onlarını da izləməlidir. Birinci deyil, hamısını izləsin. Ola bilər elə yetənəkli futbolçu ola bilər ki... İzzətəli Süleymanovdur, nədir? O İzzətəli Süleymanov, mən onun bir iki dəfə oyununa baxmışam. Çox istedadlı futbolçudur. Bilirsiniz, bizdə istedadlı futbolçular var, amma yəni Bird Fox'un... Birinci divizyona nəzər, birinci divizyona baxan yoxdur. Baxan yoxdur, çünki bizdə orada səviyyə də yoxdur. Premyer Liqada belə səviyyə olandan sonra birinci divizyonda hansı səviyyə olacaq? Bu günləri əgər bölgə komandalarla Karvan əgər bugün fəaliyyətini dayandırırsa da birinci divizyonda hansı rəqabətdən danışmaqla olar. Karvanın birinci divizyonda olmağı özü çempionata bir maraq qatırdı. Yevlax da birinci divizyonda olsa belə var idi. Və Bird Fox'la bağlı bir söz demək istəyirəm. Ümumiyyətlə, son dövrlər dünya futbolunda belə bir tendensiya yaranıb, maraqlı bir tendensiyadır. Baş məşqçilər artıq gənclərə, bütün klublar baş məşqçilərə, yəni gənc baş məşqçilərə etibar edirlər. Azərbaycan futbolunda da belə var ki, yəni artıq bizdə də gənc məşqçilərə yol açırlar, elə Kənan özü də gənc məşqçi saymaq olar. Yəni Bird Fox artıq pensiya yaşındadır. Və pensiya yaşında olan məşqçiyə belə deyək, əsas milli komandanı mı deyək, güclü məqsədi olan klubu deyək, yəni vermirlər. Düzdür, istisnalar var. Yəni Del Bosque'ni götürək, istisna var. Amma o istisna da istisna olan şəxs üçündür. Bird Fox'un yaxşı karyerası var. Amma o bizdən əvvəl işlədiyi Şotlandiya və Nigeriya yığma komandalarına o nəticəni verə bilmədi, uğursuzluğa düşər oldu və artıq bu bizim üçün görk olmalı idi. Yəni biz cavan məşqçilərə nisbətən Avropada tanınmış və yaxud tanınmağa başlayan cavan məşqçilərlə işləsək, cavan insanların hər hala razılaşarıq ki, yəni belə enerjisi də çox olur, hər şeydə həvəsi də çox olur, istəyi də çox olur.
Bert Fox axırda fikirləşir ki, yəni mən ömrün sonuna kimi artıq Azərbaycana da bir mərhələ yəqin ki işləyəcək. Bundan sonra ona düşünürəm ki, müqavilə artırılmayacaq. Yəni o artıq yükünü tutmuş, belə bir söz var, yükünü tutmuş adamdır. Yeni nəfəs lazımdır mən belə. Yeni nəfəs yoxdur da, bizdə yeni nəfəs olmayacaq. Elə onda nə etmək lazımdır? Yeni nəfəs nə demək lazımdır? Azad dediyi kimi Bert Fox istifaya göndərilməlidir. 2 il bundan qabaq mən demişəm onu. O jurnalistlər də ona Mətbuatda da etirazını açıqladı. bildirdilər. Jurnalistlər də onu etirazını bildirdilər. Fan klublar da yığışdı, etirazını bildirdi. Hətta Futbol Plus qəzetində geniş müsahibə, bütün fan klublar hamısı istefa şüarı ilə, hətta səhv eləmirəmsə İspaniya yoxsa Rusiya oyunundaydı mı? Orada səsləndirdilər və oradan şəxsən mənim affadan mənə qarşı təzyiqlər oldu. Şəxsən mənə qarşı bir ağsaqqal kimi, yəni bütün fan Niyə belə klublar. eləmisiniz? Bəli, və günahlandırdılar ki, oradakı güya bu fan klubların bütün hamısını mən yığmışam bir yerə və yaxud da kimisə sifarişi ilə bunu həyata keçirmişəm. Daha başqa söhbətlər indi. Bert Fox çoxdan getməli idi. Azərbaycan Bert Fox'un yerinə mən deyərdim ki, Azərbaycanlı məşqçilərimiz də var. Məsəl üçün Qurban Qurbanov var, önündə gedən başqalar, ondan başqa, yəni bir neçə namizədlər mən irəli sürə bilərdim və yaxud da istəmirlərsə, kənardan Azad müəllim dediyi kimi gənc mütəxəssislər o qədərdir ki, cəlb eləyin. Özü aşağı qiymətə. Aşağı qiymətə. Belə deyib, adi dildə deyib, bu surokunu gedibdir bu kişi. Bunu göndərmək lazımdır, çoxdan göndərməliyik. 2 il, 3 il bundan qabaq göndərmək lazımdır. Artıq biz xalqın pulunu bu adama verməklə deyil. Bəlkə də nəvələrinlə, nəvələrlə oynamaq istəmir, ona görə Azərbaycan daha çox. Yox da indi bayaq Azad müəllim də vurğuladı ki, bu uğurlar bu nə vaxt təxminən 8-10 il bundan qabaq göstərib də ən yaxşı uğurlarını. Ondan sonra heç bir həmişə kölgədə qalıbdı. Bu kimə lazımdır ki bu? Öz məşqçilərimizdən qoysaydı bəlkə də bundan da çox xal toplayardıq, bundan da çox reyting toplayardıq. Artıq Bert Fox'u göndərməyin vaxtıdır. Hətta keçibdir vaxtından. Azərbaycan İsrail görüşündə nə gözləyirsən? Azərbaycan İsrail görüşündən də Fox'un gedişi. Fox'un gedişinin yəni məğlubiyyət olsa bəlkə də ancaq çətin inanmıram ki, məğlubiyyət olsa da bunu göndərər. Ancaq bir azarkeş kimi, bir vətəndaş kimi qələbə gözləyirəm mən. Yeni stadion görən düşərli olacaqmı? İnşallah. Yenidən qurulan Allahın stadion. köməkliyi ilə yeni qurulan stadionumuz da düşərli olar və Azərbaycanımız öz xal ehtiyatını artırar. Keçən ildən, yəni keçən barajı keçən göstərdiyi nəticəni daha nəticələrini daha da yaxşılaşdırır. Artıq verilişimizin sonuna gəlirik. Sonda bizim Gəncə azarkeşlərinə bağlı belə söhbətlərimiz olacaq. Azər səndən alaq Kəpəz haqqında məlumatları. Nə yerdədir komanda? Kəpəz yəni bütün günü məşqlərini izləyirsən, yaxından maraqlanırsan. Komandada vəziyyət, əhval-ruhiyyə. Komanda məşqlərini davam elətdirir. Yəni bildiyiniz kimi çempionatda yaranan fasilə var milli komanda ilə bağlı. Və artıq yəni bu transfer pəncərəsinin bağlanmasından sonra, yəni son gündə Emin İmaməliyev komandaya cəlb olundu, hansı ki onun barəsində söhbət çox gedirdi və düşünürəm ki, Emin İmaməliyev bu günləri Kəpəzə fayda verəcək gücüdədir. Yəni əvvəlki yerli və istər legioner futbolçulara baxanda, yəni seçimlərim düzgün edilməmişdi. Hər halda Emin kömək eləyə bilər və daha bir legioner komandaya cəlb olundu. Bu Jamin Asani, Makedoniyalı futbolçudur. Düşünürəm ki, yəni oyununu görməmişik. Mahmud Qurbanov da onu etiraf edir ki, mən də vaxt azlığına görə futbolçunun oyununu iş başına görə bilmədim. Amma yəni menecerinə inanaraq... Necə olur bu? Mən oyuncusunu görməmişəm, komandaya cəlb olurum. Bu necə doğrudur? Təbii ki, bu... Mən də bunu düzgün qiymətləndirmirəm, amma hər halda vaxt azlığına görə baş məşqçi bu addım atıb və istənilən halda məsuliyyəti də baş məşqçi daşıyacaq. Yəni, əgər bu futbolçu zəif olacaqsa da, orada baş məşqçi günahlandırılacaq, deyiləcək ki, yəni niyə bu addım atdın? Yaxşı olacaq, yenə baş məşqçini alqışlayacaqlar ki, sağ ol ki, yəni belə bir səndə münəccimlik var idi, futbolçunun oyununa baxmadan, disklərinə baxmaqla bu işi həyata keçirdin. Yəni, Kəpəzin axsayan mövqələri var və Mahmud Qurbanovun da bu günləri işi çoxdur, o mənada ki, o əsas, deyək ki, çatışmazlıqları aradan qaldırmaq üçün, boşluqları aradan götürmək üçün və komanda hələ yəni çempionatın Kəpəz ayın 15-də, sentyabrın 15-də keçəcək və artıq belə deyək... Harasa bir yollanacaqmı belə bir şey? Bir sözünə də qüvvət, Mahmud qardaşımıza burada məşqçilik karyerasında uğurlar hazırlayır o. Mahmud futbolçu kimi həm yaxşı futbolçu, həm də ağıllı bir insan oldu. O ağılını inşallah məşqçilik karyerasında da davam elətdirər.
Mahmuda elə bir vəziyyətdə komandanın tapşırdılar ki, ölmüş bir kəpəzi verdilər ki, təzədən dirilt. Yəni buna da yeri şükür Allah Gəncə tamaşaçılar futbolu bilir. Yəni Mahmudun da necə futbolçu olduğunu da bilirlər. Mahmuda bugünkü gündə dəstək və zamana ehtiyac var. Yəni bugünkü gündə gəlir Mahmud orada çevriliş eləyəsi deyil. Mahmud mən fikirləşirəm ki, ona bu vaxt zaman verirsə, Mahmud o komandanı Kəpəzi əvvəlki gücünə, əvvəlki şöhrətinə qaytaracaq. Azarkeşlərin də bu yöndə, bu yolda kömək, dəstək lazımdır. Dəstək lazımdır. Azarkeşlər dəstək yəni göstərirlər biz. Yəni Kəpəzin fan klubları, yəni 2 əsas fan klubu var. Məşqlərə də gəlirlər. Mən belə görmüşəm, eşitmişəm. Çox vaxt öncə məşqdə də gənc azarkeşlər komanda dəstək olurlar. Az da olsalar. Əvvəllər yəni Kəpəzin məşqlərinə Kənan özü Kəpəzdə oynayıb, yəni bilir. Əvvəllər Kəpəzin məşqlərinə 100 nəfər gələndə deyirdilər ki, adam gəlməyibdi. İndi yaman komanda məşqlərinə 20-30 nəfər gedir, ona da şükür olunur. Yəni Kəpəzin məşqləri əvvəl elə gərgin, elə belə çılğın, aqressiya, hər şey var idi. Və yəni biz Kənan məşq elədiyi dövrlərdə mən işləyirəm, çalışıram, elə azarkeş kimi də oyunlarını görmüşəm. Yəni onda elə istək var idi ki, Sahil də bir komandada, yəni Kəpəzdə çıxış edirdi, Kənan da oynayırdı. İki qardaş bunlar bir-birini qırırdılar məşqdə. Və həmin o məşqdə də əgər futbolçu o istəklə, həvəslə məşq edirsə də, həmin futbolda belə deyək, yəni futbolunda çıxırdı, oyunu da sökürdü, dağıdırdı. Drujba, slujba, Ruslanın yəni, bir məsələ. Belə idi, qabaq Kəpəz belə idi. Düzdür, bir ara futbol olmadı, sonra komanda təzə yaranıbdı. Biraz belə deyək, müəyyən vaxt keçməlidir. Nəticə olduqca, yəni cəmaət də indi hal-hazırda Kəpəzin gəlin durumuna baxaq. Keçən il göstərdiyi, ondan qabaqki illər göstərdiyi mövqelərə baxaq. Və ondan sonra bu Kəpəz azarkeşlərindən danışaq ki, yəni ki, Azad müəllim deyir ki, azarkeşlər qabaq 100 nəfər gələndə deyirlər heç kim. İndi 30 nəfərə Allaha şükür deyir. Biz Allahımıza şükür deyik, bu 20-30 nəfər də gəlib. Hələ tam Gəncə azarkeşləri bunlar komandadan, yəni necə deyərlər, istədiyini ala bilmir. Biz bu dəqiqə fəxr eləməliyik ki, Azərbaycanda bizim oyunlarımıza 8-10 min azarkeş gəlir. Heç bir yerdə yoxdur. Biz 9-cu yer pillədə mövqe tutmuşuq mövsümü başa çatdı. Ancaq bizim azarkeşlərimiz 8-9 min, ən azından 5 min, 6 min azarkeş gəlir. Gəlin göstərək Bakı klublarını. Hansı kluba baxıram, mən həmişə izləyirəm, hansı komandanın oyunu 500-dən artıq. Xəzər Lənkəran oynayanda Bakıda 2000, 2500, 3000. Ondan yuxarı yoxdur Bakıda. Bugün Gəncə 4 məğlubiyyətdən sonra baxaq Qəbələnin oyununda nə qədər azarkeş gəlir. Mən deyirəm Qəbələnin oyununda ən azından bir 10 min azarkeş gəlir. Qəbələ ilə oyunda ayın 15-də Gəncədə. Mahmud Qurbanovun da yeni vəzifəsi. Bəli, həmin oyun Mahmud Qurbanovun evdə ilk oyunu, həm də azarkeşlərin gəlməsini görəcəyik biz onda. İndi görərik, mən deyirəm bu ən azından 7-8 min azarkeş gələcəkdir. Heç bir yerdə belə bir şey yoxdur ki, komanda mövqedə aşağı yerdə tutur, məğlub olur, ancaq azarkeş üz döndərmir ondan. Mən deyim sizə, Kəpəz komandası 3-cü, 4-cü yerə ilk altılığa oynasın və düşsün ora, mən deyirəm ki, Gəncə stadionu ən azından 15 min adam olur. Tamamilə dolu olur. Mən ən azını götürürəm, minimum götürürəm. Ən yuxarısındakı stadion da olmalıdır. Çox olmasın, Adil dayı. Stadion pis vəziyyətdədir. Bəli, o 2 min az olar, yoxdur, 22 mindən keçinər. Mən səhv eləmirəmsə vəsait də ayrılıb. Vəsait ayrılıb, stadionun təmiri üçün. Vəsait 3 ildir deyirlər ayrılıb, 6 milyon hələ bilinmir. Düzələr. İnşallah. Biz də ümid eləyirik. Azarkeşlərin sayı çox olanda biraz stadionda da hansı bir mənfi vəziyyət yaranır ki, stadion ola bilər. Mən o keçəndə maşında. Sağ tərəf qəzalıdır, ora qoyurlar. Ancaq belə götürəndə elə ümumiyyətcə stadionumuz qəzalı səviyyədir. Çünki o stadion tikiləndə adasa mənim 3-4 yaşım var idi. Xatırlayırsınız o illəri. Bəli, mən birinci oyunumu Dinamo Kirovohrad, Dinamo Moskva oyununa yaşını baxmağa getmişəm 10 yaşında. Adil müəllim, belə bir sualım olacaq sizə, daha bir özəl sualım olacaq ki, sizin ulduzlarınız barışmırdı Kəpəz klubu ilə, rəhbərliyi ilə. Necə oldu bu məsələlər? Biz, yəni rəhbərliklə deyəndə biz ümumiyyətlə hamı ilə orada ulduzlar barışmırdı deyəndə biz etirazımızı bildirirdik. Bu bizim birbaşa işimizdir. Fan klubun işidir. Ancaq yenə də yola getmirdiniz. Yəni klub rəhbərliyi yola getmirdiniz deyəndə bizim
klubdan istəyimiz də o idi ki, Fuad İsmailov göndərmək. O da Fuad İsmailovu göndərdilər. Mahmud Qurbanov gəlib. İnşallah Mahmud Qurbanovu da özünü mən şəxsən görüşmüşəm, təbrik eləmişəm, uğurlar arzulamışam. Bugünkü gördüyü işi də alqışlayıram. Yəni cavanlaşdırıbdı komandanı. 1-2-3 dənə də yaxşı oyunçular gətirsəydi daha yaxşı olardı. O da vaxtı çatmadı, götürə bilmədi. İnşallah yəqin ki, qarşıdan gələn oyunlarda bizi sevindirəcək öz qələbələrinlə. Biz klublandakı belə yola getməmək, yəni bizim istəyimiz. Mən sualıma xahiş edirəm. Ona qayıdıram. Siz qayıtdınız başqa tərəfə yönəldim. Ancaq mən sizə deyim ki, mən bir yerdə də danışmışdım bunu. Mən bunu Kəpəz azarkeşlərinin birbaşa Xəmsə fan klubunun qələbəsi hesab edirəm. Nəyə görə? Çünki Azərbaycanda elə bir şey olmamışdı ki, fan klubun təzyiqi nəticəsində hansısa baş məşqçini istefaya göndərsinlər. Bunu artıq biz həyata keçirdik. Mən deyərdim ki, bu bizim təzyiqləriniz nəticəsində bəli, iminli bizim Xəmsə fan klubunun təzyiqi nəticəsində Fuad İsmailov istefaya getdi. Uğursuz nəticə təsir etməzmi buna? Bəli, o da təsir etdi, ancaq biz qısa və konkret qoymuşduq ki, biz sona kimi gedəcəyik və onu elədik biz. Niyə Fuad İsmailov istəmirsiniz Adil müəllim? Fuad İsmailov birincisi o səviyyədə deyildi. Onu tək mən demirəm, bu da Kənan müəllim də vurğuladı onu. Uşaq futbolunda işləsə daha yaxşı olar. Bir məşqçinin ki, sözü keçmir, bir məşqçinin ki, futbolçuya söz deyə bilmirsə, o məşqçi işləmir. Müsahibəsi yadıma gəldi, oğlunun müsahibəsi Azad belə bir dərc eləmişdi. Oğluna sən müsahibə almışdın mı Azad? Bizim televiziyada getmişdi. Bəli, bəli. Demişdi ki, mənim atam çox üzü xoş adamdır, belə bir xasiyyətcə, mülayimdir, ona görə klubunda futbolçulara söz keçidə bilmir. Bir sözdə deyim ki, mən bayaqki söhbətə qaydaq, bir məşqçinin ki, üstünə futbolçu qışqırırsa, adi futbolçu da qışqırırsa, o məşqçi özü getməlidir. Elə deyilmi? Gərək düz danışaq da. Məşqçi sözünü deməlidir. Belə hallar olubmu? Olubdur. Mən şahid olmuşam. Rəvanla oyunda orada adını açıqlamayacağım, hansı oyuncuydu. Qışqırır ki, ay Fuad. Müəllim də yox, ay Fuad. Bu nədir? Bu nə müdafiədir? Bu Azərbaycanda, burada hər şey olur. Mən orada gözləyirdim ki, 5-1 yoxsa 5-0 məğlub oldu Rəvanla. Keçən il idi. Stadion, Dalğa Arenada. Dalğa Arenada, bəli. Orada. Mən orada gözlədim ki, o özü istefa verib gedəcəkdir, utanacaqdır. Orada dedi ki, bu qara ləkədir. Qara ləkəni Fuad İsmailov yaxdı. Kəpəzin üzərində. Fuad İsmailovdan çox danışdıq. Mahmud Qurbanovdan nə gözləyirsiniz? Mahmud Qurbanovdan əlbəttə ki, hamımız uğur gözləyirik. Bizim Azərbaycan futbolunun professorudur. İnşallah yəqin ki, uğurlar qazanar və bu məşqçi kimi də ilk uğurlarını Gəncədə qazanır. Gəncədən, Kəpəzdən çox danışdıq. Verilişimizin sonuna az qalıb. Azad, səndən paytaxt klubları haqqında fikirlənə bilərdik. Paytaxt klubları fasilədən sonra, bu 18 günlük gedən fasilədən sonra nə gözləyirsən bir jurnalist kimi? Uzun fasilədir, Fasilə uzundur, yəni paytaxt klubları... Hal-hazırda üzr istəyirəm, sözünü kəsirəm. Inter Gürcüstandadır, indi klublarımız yavaş-yavaş təlim məşq toplanışlarına davam etmək üçün digər ölkələrə yollanırlar. Yəni paytaxt klubları ölkəmizin ən imkanlı klubları paytaxt klublarıdır. Və hər ildə 6-lıq komandalar içində paytaxt klubları çoxluq təşkil edir. Yalnız Xəzər Lənkəran bölgə klubu kimi və Qarabağı nəzərə alaq. Yəni bu ikisi həmişə 6-lıqda olur, qalanları paytaxt klubları olur. Yəni paytaxt klublarını əsas çempionluğa da... Bu sırf olaraq təlim məşq toplanışlar. Bu təlim məşq toplanışının digər xarici ölkədə yox. Bu Azərbaycanın gözəl şəfalı güşələrindən keçmək olarmı? Siz Azərbaycanın gözəl şəfalı güşələrinə belə deyək də, turistləri götürsən, ölkəmizin ən imkanlı vətəndaşları gəzməyə, dincəlməyə xaricə gedirlər. Stadionu bəhanə gətirirlər də çox. İndi stadion da nəyisə bəhanə gətirirlər. Yəni qardaş imkanları var. Mingəçevir stadionu çox gözəldir. Maliyyə yaxşıdır, gedirlər xaricə getsinlər, bayaq dediniz. Yəni Dubaya gəzməyə, nə olar futbolçulara qoy getsinlər, orada burada gəlsinlər. Gəlsinlər də, bəs elədir. Bu təlim məşq toplanışına heç olmasa bizim o ayrılan pul heç olmasa bizim ölkəmizdə o hansısa bir... Təbii ki, mən ondan razıyam ki, yəni bizim vaxtilə Qaxda çox güclü bazamız olub Sovetin dövründə, yəni komandalarımızın əksəriyyəti orada təlim məşq toplanışına eləyərlər, niyə eləmirlər? Orada yəni gərək şərait olsun. İndi müəyyən yerlərdə şərait var, şərait yoxdur. Ona görə, yəni amma belə yəni klub əgər kənara gedirsə də bu klubun hələ ki öz qərarıdır. Yəni biz buna hələ heç nə deyə bilmərik. Nə vaxt ki, o komanda ki, nəticə verə bilməyəcək, onda bizim deməyə və danışmağa çox sözümüz olacaq. Onda biz tənqid edəcəyik ki, məsəl üçün Inter bu qərarı atmamalı idi.
Onda biz indidən biz nəsə desək deyəcəklər ki, qərəzlidir. Qərəz bildirirlər. Hələ komandanın bilinmir sonu nəticəsi nə olacaq, biz tənqid edirik. Yəni qoy axıra kimi gəlsin. Təbii ki, biz də istəyirik. Yəni komandalarımız ölkə daxilində yaxşı oynadıqları kimi sonunda xaricdə də, yəni Avrokuboklarda da yaxşı oynasınlar. Bu bizim istəyimizdir və tələbimizdir. Amma bu reallaşmayacaqsa da biz çempionatda elə yalnız özümüzü öldürüb, yəni orada bunu belə, bunun orada söz-söhbətlə udmaqdır, odur, budur. Yəni əgər belə olacaqsa da, elə onda çempionatımızda heç bir inkişaf olmayacaq, tərəqqi olmayacaq, yalandan biz elə danışacağıq, oynayacağıq, heç nə də olmayacaq. Göstərəcəyik. Amma yox, biz əməldə sözümüzü deyəcəksə, Neftçi kimi bizim bir komandamız yox. Bir komandamız Çempionlar Liqasında, qrup mərhələsində oynayacaq. Ən pis halda bir komandamız Avroliqada oynayacaq, qrup mərhələsində. Qrup mərhələsində. Əgər hər şeyi əməldə həyata keçirəcəksə. Yox, elə yalan danışmaqla, yəni sözümüzü dedik, qutardıq. Kimin gəzməyə, kimin məşq eləməyə getməyə çempionat göstərir. Sonda eləmi? Kim istirahətə gedəcək, kim son göstərəcək. Komandasını dəyişəcək, bilinəcək. Sonda Azər, sənə bu gün çox sual verirəm, bir daha sual verirəm. Əli İsmayılovla bağlı. Komandasını tərəqqi. Əli İsmailov, yəni Gəncəli kapitan oldu. Kapitan oldu. Yəni düşünürəm ki, Əli İsmailovun kapitan olmasını da yəqin ki, izlədiniz mətbuat vasitəsilə. Təbii ki, bizim üçün də gözlənilməz oldu ki, Azər Məmmədov Əli İsmailov niyə kapitanlığı çıxartdı? Yəni qocaman futbolçu Azər sözünü demiş, həm də belə deyək, Azər yaxşı oğlandı. Yəni insan kimi, şəxsiyyətdir, yəni futbolçu kimi də, yəni hər şeyi istər mətbuata qarşı, istər azarkeşlərə qarşı, hər şeyə qarşı, yəni futbolda daxil olmaqla. Yəni Azər də açıqlama verdi ki, mövsümün əvvəlində anlaşılmazlıq olmuşdu, elə bilmişdilər ki, yəni mən günümü, bütün günü yəni ehtiyat oyunçular skamyasına keçirəcəm, mən oyuna çıxacağam. Yəni Fuad İsmayılovun bu belə deyək, klub rəhbərliyi və Fuad İsmayılovun seçimi idi. Əli də bunu qeyd elədi ki, məni kapitan qoydular. Sonradan yəni yeni baş məşqçi gəldi və əlində komandanı uzaqlaşdırdı. Mahmud Qurbanov da düzgün qərar qəbul elədi ki, yəni o sarğını bu komandada daşımağa ən layiqli sima Azər Məmmədovdur. Azər Məmmədov yoxdursa, başqa bir vitse kapitanlar olur, bir nəfər, iki nəfər seçirlər, onlar yəni seçirlər. Yəni Əli İsmayılov da yəni hal-hazırda tərəqqidədir. Tərəqqidədir. Yəni Gəncə, əgər yerli Gəncəli futbolçular bu günləri Kəpəzə deyək ki, onların səviyyəsi, əgər baş məşqçi görür ki, bu günləri onun səviyyəsi Kəpəzə çıxış etməyə layiq deyilsə, Gəncənin ikinci komandası var. Adı da tərəqqidir, inkişaf deməkdir, proqres deməkdir. Geçsinlər o komandada, yəni kənarda niyə gətirilsin? Gəncədə hər yerdə futbolçu var. Yəni gətirsinlər, qoy elə tərəqqidə oynasınlar. Əli özü tərəqqidən gəlmişdi Kəpəzə. Yenə qoy oynasın tərəqqidə. Yəni bilmək olmaz, bəlkə qışda Əli lap yaxşı formada olacaq və Mahmud Qurbanov oyunların birində onu görəcək, deyəcək qardaş, indi yaxşı oynayırsan. Formadasan, gəl komanda. Nə bir ehtiyat belə götürək ki, ehtiyat komanda kimi orada məsəl üçün oynamırsa, zədə alırsa oyunçu hardasa görürsüz, bilirik ki, futbolçu oynadıqca inkişaf edir də. Yəni o futboldan uzaqlaşırsa bir müddət o aşağı birinci divizyon komandası oynamalıdır və formasını toplayandan sonra qalxmalıdır, Kəpəzdə oynamalıdır da. Bu yəqin ki, indi ola bilsin, bəlkə Azad müəllim demiş, sabahları Əli İsmayılov elə bir yaxşı formaya çıxacaq ki, Mahmud Qurbanov. Hal-hazırda yəqin ki, Mahmud Qurbanov özü də deyib ki, onun oyun səviyyəsi mənə xoşuma gəlməyibdir. Onun üçün səhv eləmirəmsə belə deyibdir. Yəqin ki, ola bilsin, bəlkə də qışda, bəlkə gələn mövsümdə artıracaq Əli İsmayılov qayıdıb yenə də komandada. İnşallah. Bunu kimi başqa oyunçularımızda. Məsələn, Gəncəlilər nəyə geçsin, kənarda qalsınlar? Məsələn, başqa yerdən gedib gətirib 100 min verirsə, hansısa oyunçu məsəl üçün 50 min verirsə, hazır özümüzünki evinin içində 30 min alıb oynayar. Niyə də oynamasın? Yəni bugün indi Gəncə futboluna danışırıq, Vüsal Hüseynov kimi futbolçu kənarda qalıb. Yəni Vüsal Hüseynov da düşünürəm ki, yəni Xəzər Lənkəranda, Şəmkirdə, Parlaq Kadira Səhv eləmirəmsə milliyə də çağırmışdır. Millidə də oynayıb. Yəni Vüsal Olimpiya yığmasının daimi üzvü olub, Torresin vaxtında dəfələrlə milliyə çağırılıb. Yəni hal-hazırda kölgədə qalıb. Hal-hazırda yəni Gəncədə futbolsuzdur. Yəni düşünürəm ki, Vüsal da əgər Kəpəzə alınmırsa, ən azından tərəqqiyə cəlb eləmək olar. Yəni tərəqqidə onu orada nə vaxtdandır bu arada fasilə veribdi, oynamayıbdı. Həm də zədəsi var olmuşdu, mən səhv eləmirəmsə onu. İndi yəqin gələr burada tərəqqidə özünü göstərər, artırar və gələcəkdə inşallah öz xeyrini. Əsas komanda əvəzə qalsana Kəpəzdə oynayar. Sonda Kənana bir sualım var. Kənan, futbolçu karyeranı başa çatdırdın, ancaq vida oyunu olmadı. Bu haqda olacaqmı? Mən də bir televiziyanın bir jurnalisti kimi
təşəbbüs edirəm ki, belə bir Gələcəkdə həyata Allah keçirdək. imkan versin Karvan komandası təzədən hansısa liqada yəni çıxış eləsin. İlk öncə birinci dəstədə çıxış eləməli. Birisi birinci. Çünki bizə ünvanımıza gələn Bir məktublar təklif də eləyə bilərəm buradan. İndi yəni dediniz bu elə burdaca mənim fikrimə cəmləşdi və bunu demək istəyərdim. Mahmud Qurbanov da vida maçı keçirməlidir, Kənan Kərimov da keçirməlidir. Elə bu veteran olmazmı ki, siz Karvanın veteranlarından Kəpəzin veteranları görüşsünlər. Elə birbaşa hər iki komandanın məşqçisi elə buradaca vidalaşsınlar elə. Ya Gəncə stadionunda və siz bugünkü bu təklifi mən siz dəyərləndirərsiniz bilmirəm. İndi mən təklifim idi, sürdüm irəli. Yəni Karvan fəaliyyətini dayandırıbdı. Yəni bu üzücüdür Yevlax futbolu üçün. Gələcəkdə yəni bu barədə fikirləşməmişəm, amma gələcəkdə fikirləşmək olar. Tək Karvanımız təzədən qalsın, yaşasın. İnşallah. İnşallah. İnşallah belə köhnə futbolçular da yığmaq olar. Mən Gürcüstandaydım, Tiflisdə idim. Qoca Trapazizlə görüşdük. Təsadüfi nəticəsində idim. Mən çay içməyə girdim. Tiflisin mərkəzi küçələrindən birində. Gördüm tanış gəlir mənə. Yaxınlaşdım. Elə tanış dedim, qoca ora-bura söhbətləşdik, ora-bura. Dedi mən Yevlaxım, dedim Yevlaxdanam. Qucaqladı məni, öpdü. Dedi internet vasitəsilə mən futbolla maraqlanıram. Qardaşının kafesidir, orada işləyir. Nəzarətçidir. Futbolu tullamışam, ancaq bu işdən əvvəl. Köhnə futbolçuları qaytarmaq olar. Məkan Nəsrovdur. Məncə Taylanddadır Məkan Nəsrov. Hə, mən də elə işləyirəm. Taylanddadır. Köhnə futbolçular qaytarıb bir gözəl maç keçirəcək. İnşallah gələcəkdə elərik. Yaşasın, Karvan yaşasın və biz belə şeylər fikirləşərik. Kənan, sənə təşəkkürümü bildirirəm. İnşallah daimi ekspertimiz olasan bu gündən etibarən biz danışdıq, razılaşdıq. Azad bizim dostumuz, bizim qardaşımız bu gün də bizə dəstək oldu, gəldi, öz fikirlərini bildirdi. İnşallah daim olaraq bizimlə birgə olar, bizi tək buraxmaz. Verilişimiz başlayana kimi burada. Hələ verilişimiz başlayana qədər bizim verilişimizdə olarsan, hələ sənə heç yerə vermirik. Adil müəllim, təşəkkürüm. Neçə vaxtda görüşmürdüm Adil müəllim sizlə. Biz darıxmışdım sizdən ötürü, ancaq bu günə təsadüf idi. Qismətimiz bu günə idi. Çox təsadüf alındı bu. Elə mən Gəncəyə qonaq gəlmişdim, oğlumun ad günü ilə əlaqədar. Siz mənə əlaqə saxladınız və mən də sizi dəvət elədim. elədim. Bəli, mən elə sizlə hal-əhval tutmaq istədim. Elə siz də dediniz ki, elə buradasınızsa gəlin. Elə bunun özü bir təsadüf oldu. Mən də sizi təşəkkür edirəm ki, siz dəyərləndirdiniz və mənə dəvət elədiniz burada. Azarkeşlərimizlə görüşdük biz. Lap yaxşı. İnşallah sizə də uğurlar arzulayıram. Çox sağ olun. Azərbaycan-İsrail görüşündə gedərsiniz. İnşallah. Mütləq gedin, bilet alın gedin. Üstünüzdən pul da versəniz, alın gedin. Yox, bu təbii ki, bu belə də olmalıdır. Bu həmişə elə olubdur. İndiyə kimi, necə deyərlər, atalar bir məsələ var, xoruz yox idi, səhər açılmırdı. Bilet alıb stadiona getmirdik bəlkə. Bəlkə kimisə cibindən bizə pul verirdi, bilet alırdı. Biz həmişə özümüz getmişik. Özləri öyrədibdilər, indi bizi pulsuz bilet verməyə, indi vermiyor. Vermirsiniz Allah sözdə. Birincisi, ikincisi də ki, mənim onlarla müqabiləm yoxdur ki, onlar mənə havağa kimi bilet verir. Vermir, Allah canlarına sağlıq versin. İndəsi biz də sözümüz deyəcəyik onlara. Sağ olun, sizə də bir daha təşəkkürümü bildirirəm. Ceyhun Sultanov bizi internet vasitəsilə izləyir, mənə yazır. Buradan da salam söyləyirəm Ceyhuna. Kənanın ən yaxın dostlarından biridir. Ceyhuna salam söyləyirəm. Ceyhun da bizim verilişi izləyir. Bu günə çatdıracaqlarımız, bu həftəyə çatdıracaqlarımız bu qədər. İnşallah gələn həftə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Galatasaray'a Real Madrid karşısında başarılar diliyoruz. Tekrar Hacı, öyle oldu. Hacı içeri sokuldu. Hacı vurdu. Casillas. Hakan içeride. Penaltı. Vuruladı penaltı. Jardel topun gerisinde. Düdük çalmak üzere. Herkes uzaklaştı. 1-0 öne geçebiliriz. Jardel vuruyor ve gol. Galatasaray 1, Real Madrid 0. Dakika 40. Savio orta. Tam zamanında Suat. Penaltı. Kaferel. Raul geliyor ve gol. 1-1. Fatih. Başı döndü Real Madrid'in. Fatih içeriye doğru sokuldu. Fatih içeride. Şut pozisyonu. Jardel!